438 gün heç nə olmadan tək okeanın ortasında sağ qala bilərsinizmi? 2012-ci ilin noyabr ayı. Meksikanın Chiapas bölgəsində yerləşən Costa Azul sahili sakit görünürdü. Balıqçılar hər zamanki kimi okeana açılırdı və onların arasında bir adam vardı. José Salvador Alvarenga. O, El Salvador əsilli təcrübəli balıqçı idi və illərlə sakit okeanda çalışmışdı. Dəniz onun həyatı idi. O, böyük dalğalardan, fırtınadan və uzun gecələrdən qorxmurdu. Çünki həyatının böyük hissəsi artıq okeanda keçmişdi. 17 noyabr 2012-ci ildə Alvarenga gənc köməkçisi Ezequiel Cordoba ilə birlikdə balıq ovuna çıxdı. Onların məqsədi sadəcə bir neçə günlük balıq ovu idi. Kiçik, təxminən 7 metrlik fiberglas qayıqda işləyirdilər. Qayıqda GPS sistemi demək olar yox idi. Radio isə zəif işləyirdi. Onlar köpək balığı və digər iri balıqlar üçün dərin sulara doğru irəlilədi. İlk saatlarda hər şey normal idi. Amma sonra hava dəyişdi. Sakit okeanda qəfil başlayan güclü tropik fırtına onların həyatını dəyişdirdi. Dalğalar qayıqdan hündür idi. Mühərrik sıradan çıxdı. Radio əlaqəsi kəsildi. Onlar saatlarla sahilə qayıtmağa çalışdı. Amma okean artıq onları içəri çəkirdi. Günlər keçdi və qayıq tamamilə istiqamətsiz şəkildə okeanda sürüklənməyə başladı. Ən qorxulu hissə isə bundan sonra başladı. Onların yanında olan su və qida ehtiyatı çox tez bitdi. İlk günlərdə onlar yağış suyunu toplamağa çalışırdı. Sonra isə sağ qalmaq üçün çiğ balıq yeməyə başladılar. Quş tuturdular, tısbağa ovlayırdılar. Hətta bəzi günlər tısbağa qanı içərək susuzluqlarını azaltmağa çalışırdılar. Günəş isə onların dərisini yandırırdı. Gecələr temperatur kəskin düşürdü və okeanın ortasında tam qaranlıq hökm sürürdü. Aylar keçdikcə vəziyyət daha da ağırlaşdı. Gənc Ezequiel Cordoba çiğ yeməklərə dözə bilmirdi. O xəstələndi və yeməkdən imtina etməyə başladı. José onu yaşatmağa çalışırdı. Amma bir neçə həftə sonra Ezequiel həyatını itirdi. José sonradan deyirdi ki, ən ağıran dostunun cəsədi ilə eyni qayıqda günlərlə tək qalmaq idi. O cəsədlə danışmağa başladığını etiraf etmişdi. Çünki artıq insan səsini unutmağa başlayırdı. Bir müddət sonra isə ağlını itirməkdən qorxaraq cəsədi okeana buraxdı. Bir müddət sonra José artıq reallıq hissini itirməyə başladığını deyirdi. O gecələr okeanın ortasında insan səsləri eşitdiyini iddia edirdi. Bəzən uzaqda işıq gördüyünü düşünür, ayağa qalxıb qışqırırdı. Amma yaxınlaşanda bunun sadəcə ayın okeandakı əksi olduğunu anlayırdı. Sonradan verdiyi müsahibələrdə belə demişdi. Ən təhlükəli şey aclıq deyildi, səssizlik idi. O qədər uzun müddət insan səsi eşitmədim ki, bir müddət sonra özümlə danışmağa başladım. Hətta bəzi günlər o qayığın içində saatlarla yüksək səslə mahnı oxuyurdu ki, ağlını itirməsin. Bəzi gecələr isə hava tamamilə dəyişirdi. Qara buludlar okeanı örtür, nəhəng dalğalar qayığı oyuncaq kimi havaya qaldırırdı. José qayıqdan düşməmək üçün özünü kəndirlə bağlayırdı. O deyirdi ki, bir dəfə dalğa onu az qala okeana atmışdı və yalnız qayığın kənarından tutaraq sağ qala bilmişdi. Köpək balıqları bəzən saatlarla qayığın ətrafında dövrə vururdu. O isə gecələr yatmağa qorxurdu. Çünki qayıq çevrilsəydi, onu xilas edəcək heç kim yox idi. O anda onun qarşısında yalnız iki seçim vardı. Ya qorxudan ağlını itirmək, ya da yaşamaq üçün beynini buna məcbur etmək. Bir dəfə isə okeanın ortasında kiçik bir quş qayığın üstünə qondu. José sonradan deyirdi ki, həmin gün ağlamağa başlamışdı. Çünki aylarla ilk dəfə canlı bir varlıq ona yaxın gəlmişdi. O quşu tutub yemədi. Bir neçə saat yanında saxladı və onunla danışdı. Mən artıq insan kimi yox, okeanın bir hissəsi kimi hiss edirdim, deyə sonradan açıqlama vermişdi. Günlər keçdikcə onun bədəni zəifləyirdi, amma beynində yalnız bir fikir vardı. Əgər bugün də sağ qaldımsa, sabah da yaşaya bilərəm. Bəzən José gecələr yuxudan qışqıraraq oyanırdı. Çünki okeanın ortasında tək qalanda artıq gerçəklik hissi dəyişməyə başlamışdı. O sonradan müsahibələrində deyirdi ki, bəzi gecələr uzaqda işıqlar gördüyünü düşünürdü. Sanki böyük bir şəhər okeanın ortasında üzürdü. Amma yaxınlaşanda anlayırdı ki, bu sadəcə beyninin yaratdığı illüziya idi. Günlərlə insan səsi eşitmədiyi üçün artıq öz-özü ilə danışmağa başlamışdı. Hətta bəzən sanki kimsə onunla qayıqda oturub söhbət edirmiş kimi hiss edirdi. O sonradan belə demişdi. Ən təhlükəli şey aclıq deyildi. Beynimin məni tərk etməsindən qorxurdum. Bir dəfə isə okeanın ortasında güclü fırtına zamanı qayığın içinə su dolmağa başladı. Dalğalar o qədər böyük idi ki, José qayıqdan tutunaraq saatlarla ölüm gözlədi. O həmin gecə bir neçə dəfə dua etdiyini və artıq hər şeyin bitdiyini düşündüyünü deyirdi. Amma səhər açıldıqda hələ də sağ idi. Günəş yenidən doğmuşdu və bu ona yaşamaq üçün yeni səbəb verirdi. O hər səhər gözünü açanda bir məqsəd tapmağa çalışırdı. Bəzən sadəcə yağış suyunu toplamaq, bəzən bir quş tutmaq,
bəzən isə yalnız gün batımını görmək üçün yaşamaq. Hadisədən sonra həkimlər və psixoloqlar Jose Salvador Alvarenganın vəziyyətini uzun müddət araşdırdı. Onlar deyirdi ki, insan beyninin bu qədər uzun müddət tam tənhalığa dözməsi demək olar ki, mümkün deyil. Çünki insan təkcə su və yeməklə yaşamır. İnsanın başqa insanlara da ehtiyacı var. Jose isə 438 gün boyunca okeanın ortasında sadəcə dalğaların, küləyin və sonsuz səssizliyin içində yaşadı. Bəlkə də onu həyatda saxlayan şey bədəni deyil, beynində sönməyən o kiçik ümid idi. 438 gün ərzində Jose Salvador Alvarenga okeanın ortasında tamamilə tək idi. O bəzən böyük yük gəmilərini görürdü, əllərini yelləyirdi, qışqırırdı, amma heç kim onu görmürdü. Bir dəfə yaxın keçən gəminin ekipajı ona əl yelləmiş və yoluna davam etmişdi. Jose sonradan deyirdi ki, ümidini ən çox həmin anda itirmişdi. O artıq zaman anlayışını da itirmişdi. Hansı ay olduğunu bilmirdi. Sadəcə ayın fazalarına baxaraq günləri hesablamağa çalışırdı. Okeanın ortasında bəzən köpək balıqları qayığın ətrafında dövrə vururdu. Bəzi gecələr isə dalğalar o qədər güclü olurdu ki, qayığın çevriləcəyini düşünürdü. O yaşamaq üçün yağış suyunu plastik qablarla topladı, quşları əllə tutmağı öyrəndi və günəşdən qorunmaq üçün qayıqda kiçik kölgə sahəsi yaratdı. 2014-cü ilin yanvar ayında, yəni okeanda 438 gün keçirdikdən sonra Jose uzaqda torpaq gördü. Bu, Marshall Islands bölgəsində yerləşən Ebon Atoll adlı kiçik ada idi. O artıq yeriməkdə çətinlik çəkirdi. Saçları uzanmışdı, saqqalı tam böyümüşdü və bədəni zəifləmişdi. Amma o hələ də yaşayırdı. 30 yanvar 2014-cü ildə iki ada sakini onu sahildə tapdı. Jose həmin anda qorxu içində idi. Çünki uzun müddət insan görmədiyi üçün artıq insanlardan belə qorxmağa başlamışdı. O ispanca qışqırırdı və əlində bıçaq tutmuşdu. Sonra isə xəstəxanaya aparıldı. Həkimlər onun vəziyyətini möcüzəvi sağ qalma adlandırdı. Bu hadisə bütün dünyada xəbər oldu. Bəzi insanlar onun hekayəsinə inanmadı. Çünki 438 gün okeanda sağ qalmaq demək olar mümkünsüz görünürdü. Amma okean axınları, hava məlumatları və ekspert araşdırmaları onun hekayəsinin mümkün olduğunu göstərdi. Sonradan jurnalist Jonathan Franklin bu hadisə haqqında 438 Days adlı kitab yazdı. Jose Salvador Alvarenga sonradan açıqlamalarında deyirdi ki, onu yaşadan tək şey ümid idi. O hər gün özünə bu gün də ölmürəm deyirdi. Bəlkə də insanı həyatda saxlayan ən güclü şey məhz budur, ümid. Amma bu hadisənin ən qorxulu tərəfi başqa idi. Təsəvvür et, aylarla okeanın ortasında tək qalmaq. Nə səs var, nə insan, nə də torpaq. Sadəcə sonsuz su və səssizlik. Bəlkə də insan üçün ən qorxulu yer okeanın dərinliyi deyil, tam tənhalıqdır. Əgər belə real və inanılmaz hadisələr xoşunuza gəlirsə, Bal Creative kanalını izləməyi və videonu bəyənməyi unutmayın.